Sümük işlərinin diaqnostikası necə aparılır? Xəstələr bizə 3 şəkildə müraciət edə bilərlər. 1. Uşağın dizi ağrıyırdı, gedib rentgen çəkdirdik. Orada bir törəmə aşkarlandı. 2. Uşağın ayağı burxuldu və ya bir travma aldı, getdi rentgen çəkdirdik. O bölgədə bir sınıq çıxmadı, amma yuxarıda bir törəmə aşkarlandı. Bunlar şanslı bir qrupdur. Bir də şanssız bir qrup var. Xəstə normal şəkildə heç bir ağrısı olmadan, heç bir şikayət olmadan yeridiyi təqdirdə ya adi bir hərəkət eləməklə ətraflarında, sümüklərində bir sınıq əmələ gəlir. Rentgen çəkdirdikdən sonra orada sınıq və sınıq bölgəsində bir patolojik durum, yəni bir törəmə ya şiş aşkarlanır. Bu qrup isə biraz şanssız bir qrupdur. Diaqnostikada əsas klinik müayinədir. 2. Rentgen, 3 lazım olanda MRT və KT müayinəsidir. MRT bəzən dərman vurularaq kontrastlı şəkildə aparılır, bəzən isə normal MRT bizə kifayət edir. Şübhəli hallarda biopsiya aparılır. Biopsiyanın nəticəsi 1-2 həftə, 3 həftədən sonra çıxdıqdan sonra artıq tam diaqnoz qoymaq mümkün olur. Onun üçün vaxtında düzgün diaqnostika həyat qurtara bilər.